Bismillahirrahmanirrahim. Əziz və dəyərli izləyicilərimiz, Allah Subhanahu wa Taala Quran-ı Kərimdə bir çox yerlərdə səhabələri tərif etmiş, onları təmizə çıxartmış və onlardan razı olduğunu bildirmiş, həmçinin onları cənnətlə müjdələmişdir. Lakin bugün iki dənə o ayədən ikisini oxumaq istəyirəm. Çox gözəl ayələrdir. Biri Tövbə surəsində, digəri isə Həşr surəsindən olan iki ayədir. Yəni, 3 ayəni oxumaq istəyirəm. Diqqətlə qulaq asın, çox gözəl məqama toxunacam inşallah o ayələrdə. Və görəcəksiniz ki, Allah Subhanahu wa Taala doğrudan da Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrindən razıdır, onları sevmiş və onları cənnətlə müjdələmişdir. Deməli, Tövbə surəsində Allah Teala buyurur ki, 100-cü ayədə: "Vəs-sabiqun el-awwalun minel-muhacirin vel-ansar vellezina ittaba'uhum bi-ihsan radiyallahu anhum və radu anh." Hamını dində ötüb keçən ilk muhacirlər və ənsarlar və onlara gözəl şəkildə tabi onlara gəlincə, Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Və a'adda lahum cennetin tecri tahtaha'l enharu halidin fiha abada zalikel fawzul azim. Allah onlar üçün ağaclar, qəsrlər altından çaylar axan, içində əbədi qalacaqları cənnət hazırlamışdır. Bu böyük bir uğurdur, zəfərdir. Allah Teala burada muhacirləri və ənsarları tərif etmiş, onlardan razı qalmış, həmçinin onları da razı salmış, eləcə də onlar üçün cənnəti vəd etmiş və bunun böyük bir uğur, zəfər olduğunu bildirmişdir. Allah Teala burada muhacir və ənsarları qeyd edir. Növbəti ayə, iki ayəni oxuyacağım Həşr surəsindən. Allah Teala buyurur ki: "Lil fuqara'il muhacirinellezina ukhricu min diyarihim və amwalihim." Bu qənimətlər yurtlarından qovulmuş və mallarından məhrum edilmiş yoxsul muhacirlər üçündür. O muhacirlər ki, yəbtəğuna fadlan minallahi və ridvana. Onlar Allahın lütfünü və razılığını istəyirlər, ona can atırlar. Və yansurunallaha və rasulahu. Allaha və Rəsuluna yardım edirlər. Ulaikə humus sadiqun. Doğru danışanlar, sadiq olanlar məhz onlardır. Allah burada muhacirlər tərif elədi. Sonraki ayədə davamında buyurur ki, Allah Teala: "Vellezina tabawwa'ud dara vel imana min qablihim." İlk öncə Mədinədə yurt salmış, sonra iman gətirmiş kəslərə gəlincə, yəni kimlər? Ənsarlara gəlincə, yuhibbuna men hacara ilayhim. Onlara doğru hicrət edənləri sevərlər, yəni muhacirləri. Və la yeciduna fi sudurihim hacatan mimma utu. Özlərindən onlara verdiklərinə görə, yəni verdikləri mal-mülkə görə heç bir sıxıntı keçirməzlər özlərində. Və yu'thiruna ala anfusihim walau kana bihim khasasa. Özləri ehtiyac sahibi olduqları halda onları özlərindən üstün tutarlar. Və men yuqashuha nefsihi fa ulaika humul muflihun. Kim nəfsinin tamahından qorunarsa, bax, nicat tapanlar məhz onlardır. Bax, bu iki ayədə Allah Teala həm muhacir və həmçinin ənsarları tərif etmiş. Onlara necə qardaş olduğunu bildirmişdir. Deməli, bu ayələrə əsasən bizim borcumuzdur ki, onları sevək. Onlardan razı qalaq və onları tərif edək və onların gözəl xüsusiyyətləri insanlara danışaq, onları insanlara sevdirək. Çünki ilk iman gətirənlər onlar olur. Və Quran-ı Kərimdə nə qədər ayələr var ki, Allah Teala ey iman gətirənlər deyə xitab edəndə, onları müjdələyəndə, onlara nəsihət, tövsiyələr edəndə söhbət təbii ki, muhacir və ənsarlardan, ilk müsəlmanlardan gedir. Neçə yerdə Allah Teala bax belə ey iman gətirənlər deyə xitab edib, onları tərif edib, onlara öyüd nəsihətlər edib, onları qorxudub, xəbərdar edib və s. onların günahlarını bağışlayıb, onlardan razı qaldığını bildirib və s. və s. Nə qədər belə ayələr var ki, təbii ki, bu ilk xitab onlara aid. Çünki onların zamanında nazil olub, Allah da ilk xitab edəndə təbii ki, onlara xitab edib. Çünki bu xitab Allah Rəsuluna deyiləndə yanında olanlara aiddir və ümumi olaraq da hər birimizə aiddir. Burada həmçinin bir xüsusiyyət də var, onu da qeyd edeyim, bir xüsusi bir məqam var, çox mühüm bir məqam var. Bu ayələr əsasən və ümumi olaraq dəlillərə əsasən deyilir ki, muhacirlər ənsarlardan daha üstündürlər fəzilət baxımından. Baxmayaraq ki, hər qrup insanlar, hər iki sinif insanlar, istər muhaciri və ənsarlar fəzilət sahibləridirlər, lakin muhacirlər ənsarlardan daha üstündürlər. Bu, əhl-i sünnətin etiqadıdır. Baxmayaraq ki, biz hər iki sinif insanları sevirik, həm muhacir, həm ənsarları. Bunu haradan bilmək olar? Misal üçün, deyim biləsiniz, bu iki ayə əsasən. İlk olaraq Allah Teala bu iki ayələrdə birinci muhacirləri, sonra ənsarları qeyd edir. Yəni, qayda da budur ki, yəni, ilk zikr olanlar təbii ki, sonra zikr olanlardan üstündürlər. Bu ayə göstərir ki, bu ayələr göstərir ki, bu qeyd etdiyim ayələrdə
Allah Subhanahu taala mühacirləri ənsarlardan daha üstün edib. Baxmayaraq ki, hər iki sevilən insanlardır, Allah katında sevilən qullardır, fəzilət sahiblərdir, lakin mühacirlər ənsarlardan daha da üstündür. Həmçinin Allah Subhanahu və Teala mühacirlərdə iki başqa fəziləti cəm edib. Əsas iki şey cəm edib onlarda. Onlardan biri hicrətdir. Mühacirlər Məkkədən Mədinəyə hicrət ediblər. Həmçinin Allah Taala onlarda ikinci gözəl fəziləti, xüsusiyyəti cəm edib. O da nədir? Nusra deyilir buna. Yəni yardım. Onlar Allahın dininə yardım edən həmçinin ənsarlardan sayılırlar. Necə ki, Həşr surəsini oxuduq. Nə deyirlər? Deyirlər ki, Allah o mühacirləri vəsf edəndə deyir ki, və yansurunallaha və rasulahu. Onlar Allaha və Rəsuluna yardım edirlər. Ulaika humus sadiqun. Bax, doğru danışanlar, sadiq olanlar məhz onlardır. Bax, bu ayədə Allah da görsən, mühacirlərdə həmçinin nusranı, yəni yardım etməyi bildirib, cəm edib. Onlarda iki xüsusiyyət var. Həm hicrət, həm də nusra, yəni yardım etmək. Ənsarlarda hicrət yoxdur. Onlar hicrət etməyiblər. Onlarda nusra var, yəni yardım etmək var. Ona görə ənsar adlanır. Yəni Allahın yardım edən qulları, Allahın dininə yardım edən qullar. Mühacirlərdə isə həm hicrət var, həm də yardım etmək var, Allahın dininə yardım etmək var. Hər bir halda hər iki qrup insanlar əhl-i sünnətə görə fəzilət sahibləridirlər. Onları sevmək imandandır, dindəndir. Onlara nifrət etmək, boğz etmək bu nifaqdandır. Necə hədisdə də keçir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, imanın əlaməti ənsarları sevmək, nifaqın əlaməti isə ənsarlara nifrət etməkdir. Bu ənsarlar haqqında deyilirsə, onlardan üstün olan mühacirlər haqqında daha da keçərlidir. Deməli, onları da sevmək imandan, onlara nifrət bəsləmək isə bu nədir? Nifaqdandır. Zaten Allah onlardan razı olduğunu bildirib, onları cənnətlə müjdəliyib, bundan sonra onlara tən etmək ağılsızlıq, səfehlikdir. Yəni onlar cəhənnəm boduna düşəcək, onlara tən edənlər cənnətə əsla belə şey ola bilməz. Allah zaten onların artıq cənnətlik olduğunu bildirib, onlardan razı qaldığını bildirib. Bəli, biz heç bir insanda məsumiyyəti etiqad etmirik. Bizə görə peyğəmbərlərdən başqa heç kəs məsum deyil. Hər kəs xəta edə bilər, hər kəs günah edə bilər. Biz bəşər, onlardan qeyri olan müsəlmanlar, biz xəta edirik, günah edirik və bununla yanaşı Allahın bizi bağışlayacağını ümid bəsləyiriksə və cənnətə düşəcəyimizə ümid ediriksə, o zaman bu şeylər sahabələr haqqında niyə deyilməsin? Aramızda nə qədər günah edən insanlar var, günah üzərində ölən insanlar var. Məgər biz hamısının birbaşa cəhənnəmə düşəcəyini deyirik mi? Xeyr. Biz deyirik ki, Allah günahlarını bağışlasın, müsəlman, mömin olublar. İnşallah Allah onlara keçər. Onların arasında salihlər də olub, abidlər də olub, sıralı bir müsəlmanlar da olub. Yəni onlar haqqında cənnətə girmək keçərlidirsə, bu niyə mühacir və ənsarlar və ümumən sahabələr haqqında keçərli olmasın? Təbii ki, onlar haqqında daha da keçərlidir. Və biz onların xətalarını danışıb, onları heç gözdən salmarıq. Hamı xəta edir. Və möminə yaraşan da müsəlmanların, möminlərin xətasını gizlətməkdir. Xüsusən də sahabələrin, Peyğəmbər sallallahu aleyhi və səlləmin sevimli sahabələrin, o sahabələr ki, onlar canlarından, mallarından, qanlarından keçiblər, Allah yolunda fədakarlıq ediblər, onları sevmək bizə vacibdir. Onları sevmək imandan, onlara nifrət etmək isə nifaqdandır. Allah subhanahu və teala bizi onlarla bərabər cənnətdə qonşu eləsin. Peyğəmbərlər, sıddıqlar, şəhidlər, salihlərlə bərabər eləsin. Onlar necə də gözəl dostlardırlar. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illə əntə, əstəğfiruke və etûbü ileyk.